Herkese salam. Bugün sizinle qışa pomidor bağlamağın ən asan və ən ləzzətli üsulunu bölüşürəm. Bu üsulla bağlanan pomidorlar qışda qızartma etmək üçün və ya sadəcə yeməklərin yanında süfrəyə qoymaq üçün möhtəşəm seçimdir. İlk olaraq pomidorları 5 dəqiqə qaynar suda saxlayıram. Bu üsulla qabıqları çox rahatlıqla soymaq olur. Soyduqdan sonra isə doğrayıb qazana əlavə edirəm və təxminən 15-20 dəqiqə qaynadıram. Bankalar daha steril olsun deyə qazanın qapağını örtürəm və bankaları onun üzərinə bu formada yığıram. Biraz qaynadıqdan sonra üzərinə zövqə görə duz əlavə edirik. Sonra isə elə isti-isti bankalara yığmağa başlayıram. Yığarkən bankaları da buxara tuturam. Çünki belə edəndə bankanın atılması üçün sanki sığortalamış oluruq. Son olaraq isə qapaqlarını kip bağlayıb qışa saxlaya bilərəm. Dadı elə təravətli qalır ki, sanki heç yayda bağlanmayıb. Elə indicə bazardan alınıb. Sizin də hökmən yoxlamağınızı tövsiyə edirəm. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videoda görüşərik. Hələlik.